Mü'təzilə məzhəbinin əsas əqidəvi prinsiplərindən, əsaslarından biri tövhiddir. Kəlam alimləri tövhid haqda əsasən 6 məhvərdə söhbət edirlər. Birincisi, Allahın varlığının isbat olunması, Allahın vahid və əhəd olmasının isbatı, Allahı ilahi sifətlər haqda istər zat, istərsə də feillə əlaqədar olan lazımi agahlıqlar, sifətlərin ilahi zatla necə əlaqələndirilməsi, Allahı səlbi sifətlərdən uzaq bilmək, Allahın gözlə görünməsinin mümkün olub olmaması. Mü'təzilə məzhəbinin özünə məxsus baxışları əsas etibarilə 4-cü və 6-cı bəndlərdə, yəni sifətlərin ilahi zatla necə əlaqələndirilməsi, Allahın gözlə görünməsinin mümkün olub olmaması barəsindədir. Yerdə qalan 4 məhvərdə isə onlar İslam alimlərinin ümumi nəzəriyyəsini qəbul etmişlər. Bu məsələnin əsas səbəbi etiqadi cəhətdən onlarla əhl-i hədis və əşərilər arasında olan qarşıdurmalar və kəsin fikir ayrılıqlarıdır. Həqiqətdə onların bir-birlərindən ayrılmasının ən əsas səbəbi məhz bundan ibarətdir. Bu məhvər aşağıdakılardan ibarətdir. Birincisi, sifətlərin ilahi zatla necə əlaqələndirilməsi. Bu barədə Mü'təzilə məzhəbinin nəzəri budur ki, ilahi sifətlər Allahın zatına artırılmamışdır. Əhl-i hədis və əşərilərin inancına görə isə kamal sifətlərinin hamısı qədim olduğu halda onun zatına artırılmışdır. Mü'təzilə məzhəbinin ardıcılları bu nəzəriyyəyə irad tutaraq bildirirlər ki, əgər ilahi sifətlərin hamısını qədim və eyni halda ilahi zata artırılmış hesab etsək, onda qədimlər çoxluğu yan lazım gəlir və bu da açıq-aşkar şirk hesab olunur. Buna görə də onlar ilahi sifətlərin Allahın zatı ilə eyni olmasına və onu artırılmasına etiqadlıdırlar. İkincisi, Allahı gözlə görməyin mümkün olub olmaması və ya bu işin qeyri-mümkünlüyü. Əhl-i hədisin əqidələrini araşdırarkən qeyd olundu ki, onlar Allahı gözlə görmək mümkünlüyünə inanırlar. Əşərilər də onlara tabi olaraq bu işi mümkün hesab edirlər. Lakin bu iki firqənin Allahı görmək məsələsinin necəliyində fərqi vardır ki, ikinci dəstə bu işin heç bir xüsusiyyətə malik olmamasına əqidə bəsləyir. Amma Mü'təzilə ardıcılları əşəri və əhl-i hədis firqələrinin ziddinə çıxaraq Allahı gözlə görməyi qeyri-mümkün hesab edirlər. Bu bəhsin mənşəyi xəbəri sifətlərlə əlaqədardır. Belə ki, əhl-i hədis və əşəri məzhəbi xəbəriyyə sifətlərinə inanır və Allahın gözlə görünməsini mümkün hesab edirlər. Amma Mü'təzilə ardıcılları zahiri üzvləri hiss olunan zahiri üzvlərlə hiss olunan sifətləri Allahın zatından uzaq bildiklərinə görə onun gözlə görünməsini qeyri-mümkün hesab edirlər. Onlar öz nəzərlərini iki yolla hesab edirlər. Bunun birincisi əqli dəlildir, ikincisi isə nəqli dəlildir. Təbii ki, əqli dəlil insan yalnız hiss üzvlərinin hiss etmək imkanında olan şeyləri hiss edə bilər. Bir şeyin insanın gözləri önündə qərar tutmayınca onu görmək mümkün deyildir. Hər hansı bir şeyi hiss edə biliriksə, deməli o şeyin duyğu üzvlərimizdən hansı bir nəsə və hansı birininsə funksiyaları ilə uyğunluğu vardır. Allahın insanın hiss üzvlərinin heç bir funksiyası ilə uyğunluğu yoxdur. Müqəddəs zatın maddi aləmlə heç bir oxşarlığı olmadığına və bu aləmin fövqündə dayandığına görə onun insanların gözləri önündə yerləşməsi, görmə üzvü qarşısında qərar tuta bilməsi mümkün deyildir. Və nəqli dəlil isə Mü'təzilə ardıcılları Allahı gözlə görməyin qeyri-mümkünlüyünü isbat etmək üçün məhz Quran-ı Kərimdə qeyd olunan bu ayəyə istinad edirlər ki, ayədə belə deyilir ki, gözlər onu dərk etməz, o gözləri dərk edər, o lətifdir, yəni cisimlikdən uzaqdır və hər şeydən xəbərdardır.